Çox şükür ocağımız da yanır. Ocaq yanında nə olur əmi? Belə xeyir olur, bərəkət olur. Salam, hər vaxtınız xeyir olsun. Baba yenə sizin görüşünüzə gəlibdi. Gün ləzzətli təamlarla sizin qonağınızdıq. Bugünkü yeməyimizi Elşənlə hazırlayacağım mən, qardaş oğlumla. Necə deyirlər, əmi bala. Elşən. Salam əmi. Salam. Elşən, bugün hansı yeməyimizi təqdim edəcəyik? Bu yeməyin uzun tarixi var. Adətən gedir dayanır Qacar mətbəxinə. Tarixi bir yeməkdir. Fərqli adları var. Kimisi tənbəki dolma deyir. Yəni Nadişah dövrü deyirsiniz hə? Bəli. So, Kimisi tənbəki dolma deyir, kimisi bükmə dolma deyir. Elşən, biz burada hansı məhsullardan istifadə edəcəyik maşallah? Amma bizim üçün bu yeməyə lazım olan məhsullar əsas olaraq can əti, qoz, soğan, kələ yağı və vişnə. Vişnə. İndi düzdür, vişnənin sezonu deyil. Adətən burada indi bugün istifadə edəcək donmuş vişnədir. Amma bunu yayda da artıq belə deyim, təzə vişnədən hazırlamaq olar. Onda sənə uğurlar diləyirəm. Mən isə burada kömək edəcəm. Oldu. Başlayaq. Başlayaq. Başladı. Soğanı soyursan, soy ver mənə. Əmi, soğanı xırda-xırda doğradıq. İndi keçirik qoza. Qozu da xırda-xırda doğrayım, qatacam buna. Çox gözəl. Mən də həlli bu soğan qabıqlarını atım. Bəli. Çünki nə qədər sərqə səhmən olsa belə də yaxşı. Əlbəttə ki, aşpazın özü də gərək təmiz olsun. Bəli. Əmi, nə oldu? Barmağı kəsdin? Yox, bıçaqla kəsdim. Axı mən sənə dedim axı bıçaq iti də ehtiyatlı ol. Mən nə deyirəm, mən professional deyirəm, sən səni bu maşallah belə işlər bilən. De gün bıçaq haqqında nə deyə bilərsən? Ümumiyyətlə mətbəxdə bıçaq önəmli amillərdən biridir. Bıçaqla istifadə etmək, bunun üçün biz aşpaz olmadan öncə bıçaqla necə istifadə edilməlidir, onu öyrənirik. Ən çox da doğramada. Misal üçün bir şey kəsəndə önəmlidir ki, bu barmaqları gizlətməlidirlər. Çünki nəticədə bıçaqlar mətbəxdə istifadə olunan bıçaqlar adətən professional mətbəxlərdə çox iti olur. İti olur. Ona görə doğradığımız zaman çalışaq barmaqlarımızı bundan gizlətməyə. İkinci, tutduğumuz zaman bıçağı çalışdığımız qədər sıx tutmalı deyilik ki, hərəkətdə rahat şəkildə istifadə edə bilək. Ona görə sən də zəhmət olmasa bu qaydalara riayət elə. Nəzər alacaq. Hə, əmi, qozu da doğradıq soğanın üzərinə. İndi nə edirik? Əlavə edəcəyik vişnələri. Bax belə. Daha sonra biz buna vuracağıq duz, qara bibər, kələ yağı və onu yaxşı şəkildə qarışdıracağıq. Mən də fürsətdən istifadə edib çiyələk, çiyə toxumu və qaymaqdan sizə bir qəşəng bir şirniyyat hazırlayacağam. Əmi, bəs niyə çiyə toxumu? Bizdən çiyə toxumumuz çox sağlam qidadır, sağlamda xeyri var. Qaymağı əlavə elədim. İndi çiyə toxumunu bura tökə-tökə qarışdıracağam. Əmi, bəs başqa nədən istifadə eləmək olar evdə qaymaq olmasa? Evdə qaymaq olmasa, məsələn, badam südü varsa, kakao südü varsa istifadə edə bilərsən. Normal süd də olardı onda. Hə, o da olur. O da olur. İndi çiyələyi də ora əlavə edəcəyik. Bəli. Bax belə doğrayıcı səliqəli, bax belə formada.
Biz də içinə də ət üçün olan yeməyin duzunu vurduq, qırmızı istiot vurduq. Yəni qırmızı toz istiot. İndi biraz zeytun yağı və bunu qarışdıracağıq. Və lazım olacaq bizə keşniş qardaş. İndi mən çayla qutarıb sən kömək eləyəcəm onu elə. Çaylığı əlavə edək bura. Qarışdıraq. Biz də həmin burada qarışdıraq. Oldu. Biz də burada vişnəni qarışdırırıq. Qozla, soğanla, göyərti, duz, qırmızı istiot və zeytun yağı. Və mütləq keşniş. Dadlı bir şey oxşur hə? Şirniyyatımızı aparaq qoya soyucuya. Qoy soyusun. Əmi, Aha. deməli biz əti doğradıq. İndi bu əti biraz döyəcəyik. Döydükdən sonra bir hazırladığımız istiyi vardı ya, vişnə, qoz, yağ, soğan, keşniş. Sonra onu büküb, qazını yığıb və ocağın üstünə qoyacağıq bişməyə. Dolma onu görə deyirlər də bunu. Bəli, bəli. Hə, deyil. Ay qardaş oğlu, sən nə çox xoşuna gəlir? Bu müştəri yeməyi bəyənəndə yoxsa boşqablar boş qalanda? Məncə boş qablar boş qalanda. Hə, yəni o deməkdir ki, Axıra kimi yeyibsə deməli yeməyi bəyənib də yəni. Əmi, bəs sən necə? nə? Qonaqlar boşqab boş qalanda xoşuna gəlir, yoxsa axıra kimi yeməyi yeyəndə? Əlbəttə axıra kimi. Bilirsən, mənim bu qulluq eləmə çox xoşum gəlir. Həqiqətən. Kiməsə qulluq etsən, ondan belə feyziyab olursa, bu mənə ləzzət eləyir. Doğrudan. Bəlkə də ömrü uzanır. Bəs bu günə kimi ən yaxşı bişirdiyin yemək hansı olub?
Ya deyim valla, oku da yeməkdə pişirmişəm. Azərbaycan milli mətbəxi daha çox xoşuma gəlir mənim. Və sevdiyin yemək hansıdır? Dolma, həqiqətən dolma, ancaq bu dolmadan yeməmişəm. Deyirsən yəni bu Qacarlar dövrü, Nadir Şahın dövründə bu yemək pişirib də. Bəli, bəli, Nadir Şahın Yəni dövrü. Nadir Şah da bu yeməkdən yeyib deyirsən. Bəli, yeyibdir. Ağzının dadını bilir ha. Quruları sağ. Qazan ətlərini döydük, Aha. bükdük, yığdıq qazana. Qazanın altına da nə vurduq? Soğan, bir də qoz yenidən vurduq. İndi sən zəhmət olmasa duzu vur, mən də istiotu vurum və bunu yavaş-yavaş qoyaq pişməyə. İnşallah. Deməli, bax, quru biber yenə vurduq, duzladıq. Sən duzla, əmi. Sonra bax, burada qalan görürsən, vişnənin üstdən tökürük ki, tam vişnənin dadı da ətimizin yayılsın. Bizim həqiqətən bu şah yeməyi. Ha, bax, burada suyu da var, görürsən, vişnənin suyu da var. Verdik. Onda ocağı düzəldin mi? Əmi, bir də kələ yağı, əmi. Aha. Üstünə də bax, kələ yağından qoyuruq ki, yeməyimiz daha ləzzətli olsun. Bilirsən də, yeməyin kələ yağı ayrı ləzzət eləyir. Yəni, kələ yağının üstündən qoyandan sonra qapağını qoyuruq qazanın. Hara qoyuruq? Ocağa. Ocağa. Əla. Ocağı mən hazırladım. Bəli. Qapağı da qoyaq. Sən ocağı hazırladın, əmi. Bəh. Əmi, getdik pişməyə. Əmi, qazanı qoyduq Çox gözəl. közün üstünə. Aha. İndi bu neçə dəqiqə çəkəcək bu Bizə pişməyi? 50-60 dəqiqə. Səbir yoxdur gözləməyə. Əmi, Hə? samovarın vəziyyəti. Super. Yemək də orada super pişir. Aha. Baxdın, sən ya yaxından Aha. bax. Pişir 15-20 dəqiqəyə hazırdır. O vaxtda kimi nə edək? İndi salat eləyək. Elək. Bizim üçün salat lazım olan ərzaqlar buradadır, məhsullar. Deməli, kahıdır, iceberg kahısıdır, göy soğandır, rukola göyərtisidir. Pomidordur, xiyardır, avokadodur, limon sosuna lazım olacaq, zeytundur, qarğıdalı, pomidor və ağ pendir. Hamısını belə. Hə, hamısını. Elək də. Biz başlayaq yavaş-yavaş sıralama gedək. Və mən sənə yarısını verim kahının. Buyur. Böyle bir yerdə eləyək. Bir qab sənin, bir qab mənim. Salatın çox da xırda doğramayacaq, əmi. Bax, bu hissədən bax 1, 2, 3, 4, 5. Və atırıq qaba. Gedər belə. Əla.
alma dilimi şəklində. Sonra xiyar əmi. Çox xırda lazım deyil. Qardaş oğlu, Bəli. nə eləyək? Avokado. Doğrayım. Onu sən doğra. Mən başqa nə çıxıyorum dənə? Hazırı var, sən al kəs. Hı? Doğra. Elşən, Bəli. bu avokado hansı ölkənin məhsuludur? Mən Azərbaycanda Belə ümumiyyətlə ən çox istifadə olunur Latin Amerikası tərəfdə, misal üçün Meksika, Kuba, o tərəflərin mətbəxində daha çox istifadə olunur. Misal üçün Meksikada daha çox yeməklərin yanında guacamole eləyirlər avokado ilə. Əsas bunun xeyri nədir? Nədir? Xeyri vitamin zənginliyi çoxdur, Açıq dəmir dadına var. baxmamışam tam onu Hə, deyirəm. vitamindir, vitaminli məhsuldur, dəmir var, insana xeyirlidir, həm həzmdə, həm insanın belə deyim, tox saxlamada, protein olaraq misal üçün yağ bazası çoxdur. Bunda bu bəli, bəli. Yağ bazası çoxdur. Ona görə avokado həm qidada, həm də görürsən xanımlar maskada filan istifadə edirlər. Saç maskasında belə xeyri var avokadonun. Elə. Bəli, bəli. Mən fikir verirəm, sən doğranmada da elə xırdalığa üstünlük versən. Bu da avokado. Elşən, burada iki cürə zeytun var. Ha, biri qara, biri zeytun. Bilmirəm. Yaşıl. Zeytun haransı? O Türkiyə? Yox, 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 yox. yox, yox. İtaliya yoxsa Yunanistan? Yunanistan. Yunanistan. Bəli, Yunanistan. Yunanistan. Amma Avropada 3 ölkə var ki, ən çox bundan istifadə edir. İtaliya, Yunanistan, Hə, İspaniya. ona görə mən İtaliya dedim belə. Ancaq mənə ən çox xoşuma gələn bu qara zeytunlardır. Hə, faydalıdır. Həm ağ, həm qara fərq etməz. Bakıda da maşallah zeytun bağları çoxdur. Var, indi maşallah. İnşallah Zeytunlar- avokado da olacaq. İnşallah. Zeytunları sadəcə 2 yerə kəsirik. Çox xırda lazım deyil, 2 yerə. Belə bəsləməli yəni. Sən olar. Bax belə də olar misal üçün. Uzunlar. Uzunla, bəli. Hə, eləyərik. 2 yerə. Onu biləm ki, zeytun həqiqətən faydalı məhsuldur. Zeytun həm də Mədədir. müqəddəs. Ha, mədədir xeyri var. Yəni həzmə. Zeytunun həm yağı, həm özü çox faydalıdır. Hətta belə deyim, ağacı belə simvoldur ki, sülh simvoludur, bərəkət simvoludur. Bizdə əsasən bu ərinmiş yağdan istifadə edirlər. Ancaq məndən olsa mən də zeytun yağına üstünlük verərdim. Nəsə, Hə, bu da zeytun xoşlanmırlar yağı nəsə. faydası daha çoxdur. Əlbəttə ki, Eşitmişəm, mən də bilirəm. heyvan tərkibli yağdansa zeytun yağı istifadə Əlbəttə. etmək daha faydalıdır. Amma nəsə bizim mətbəxdə xoşlanmırlar, evdə də belə pişirmək. Azərbaycan mətbəxində ümumiyyətlə zeytun yağı çox Sonradan istifadə sonra. olunmuyor. Heç demək olar ki, yoxdur. Nə yeməklərdə, nə salatlarda. Daha sonra 90-lardan sonra yavaş-yavaş artıq Azərbaycan mətbəxinə girməyə başladı. Amma keşkə o dövrlərdə də istifadə olunsaydı. Çünki Azərbaycanda yetəri qədər zeytun ağacı var. Var, amma zaten İstifadə qədrini bilmirlər. Bəli. Elşən, bu yemək pişirmək həqiqətən bir incəsənət əsərdir. Əlbəttə ki, həm də rəsmlə Rəssamlıqdır, bərabər. rəssamlıq. Rəssamlıq, Hə. heykəltaraşlıq. Bizdən fərqi ondadır ki, rəssam çəkəndə
bilinmiş kim çəkibdi. Ancaq bizdə göz qabağında görsənir ki, Bəli. kim yaradıb bunu. Bizim elə salatımıza da baxsaq, elə rənglərə baxsaq, artıq bir rəsm tablosuna bənzəyir. Gör nə gözəl Həqiqətən rənglər var burada. Aşbazlıqda Baxın da bu Picasso-nun əsərindən lap gözəl görsənir. Baxın. həmin görürsən də salatımız da yavaş-yavaş artıq hazır olur və buna balaca pomidorlar da əlavə edirik. Elə də mən elə gəlir bu incəsənət üstündə elə bu bax bundan da dərs keçmək lazım. Olar, olar. Hazırlanmaq lazım. Həqiqətən. Hə bir dənə söz deyim sənə. Bəli. Eşirəm. Bu bizdə futbolda zəiflik var da bilirsən də. Aha. Sonra müəyyən deyilə səhiyyədə də var. Və bu kulların bu Azərbaycan mətbəxində nətərdir? O nətərdir? Yox, futbola baxdığımız zaman kulinariya şükür Allaha yaxşıdır. Yox, mən deyirəm Azərbaycan mətbəxində vəziyyət nətərdir? Azərbaycan Dünya miqyasında götürəndə. Bəli, dünya miqyasında Azərbaycan mətbəxi artıq həqiqətən son dövrlərdə daha yaxşı tanınır. Həm bizim sağ olsun gənc aşbazlar, gənc baş aşbazlar, onlar da dünyada olimpiyadalarda, dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil edirlər və Azərbaycana hər il qızıl medal, gümüş medal və dediyim kimi və bu xoşdur. Yəni bir Azərbaycanlı olaraq desəm, isə aşbaz olaraq demirəm, bir Azərbaycanlılara bu xoşdur ki, bizim aşbaz uşaqlar Azərbaycanı yaxşı şəkildə təmsil edirlər. Çox gözəl. Sən bu yarışda iştirak eləmisən də? Zamanında bəli iştirak eləmişəm. Harada Mən dünya çempionatında iştirak eləmişəm. Bir Aha. qızıl, bir bürünc, bir gümüş. 2013-cü ildə Türkiyədə, Eskişehirdə o zaman dünya çempionatında iştirak eləmişəm. Ondan sonra bizim uşaqlar hər il davam edirlər. Ay əmi, mən uşaq vaxtı heç səni yemək bişirən görməmişdim. Yadıma gəlir də indi. Bəs sən necə oldu bu yemək bişirməyə başladın? Bilirsən, bunun tarixçəsi necədir? Mənim oğlum Hövsəndə olur. Bir də onlara növbət evə gedəndə nəsə. Elvə dedi ki, oğlum dedi, ata, bəlkə bir yemək bişirəmə çıxaya görə nə olur? Aha. Mən də öyle çəkdim. İndiki dövrdə deyirlər, siz bilərsiniz zamanlar. TikTok, mənəm Instagram, o birisi. Nəsə orada TikToku buraxdılar, bu müəyyən qədər baxış alındı. Oğlum dedi ki, ata, gəl bunu davam elə. Ondan sonra mən olmuşam, bu, necə deyim, mən həvəskar deyiləm mən. Başladım çəkilməyə. Şükür Allah, 2 milyon da baxan var, 3 milyon yaxın var, 1 milyon var. Biz nətərdir? Məndə 50 min baxanda, 100 min baxanda deyirəm, bu nədir belə, baxış yoxdur ki. Və belə başladım. Demək istəyirsən onda sənin yemək bişirməyində birinci səbəb oğlundur, ikinci səbəb TikTokdur. Bəli, TikTokdur. İndi müəyyən dostlar var, onlar da kömək elədilər, Allah canından sağlasın. Belə də, nə vaxt görsəm ki, bəyənmirlər, çəkiləcəm qoyacam. Yox, elə şey olmaz. Çəkilmək lazımdır. Bir sənə deyirsən, üstünlük nədədir burada? Hara şəhərə gedirəmsə, mütləq tanıyırlar. Mən sizi tanıyıram. Adam belə utanır, xəçələsə deyirəm, bu necə məni tanıyırsan da? TikTok. TikTok məni biraz, necə deyim, məşhurlaşdı, elə deyirlər də. Mətbəxlə tanışdığım gedib çıxır 13 yaşımda ilk dəfə getdim İçəri şəhərdə sən tanıyarsan, Köhnə şəhər restoran vardı. Aşağıdan girəndə bu o şuaman yanına girəndə. Bəli, bəli. Orada bir restoran Köhnə şəhər, oranın da baş aşpazı Şah Hüseyn idi. Allah ona rəhmət etsin. Deyən, ona Şah deyirlər. Bəli, Ləqəbi Şah idi. Ha, Şah. Aha. Sən sağ ol. Onun restoranda orada aşpaz işləyirdi, baş aşpaz. Mənim də 13 yaşım vardı. Getdim oraya, restorana daxil oldum. Məni qarşıladılar restoranda. Xidmətçi qarşıladı. Dedi, nə üçün gəlmişsən, ay bala? Mən də dedim ki, usta ilə görüşmək istəyirəm. Bəs aşpazlığı öyrənmək üçün. Şahın özü ilə. Hə, şahın özü ilə. Sağ ol. Hə, o da mənə dedi ki, gözlə. 5 dəqiqə sonra mənə apardılar mətbəxə. Girdim mətbəxə, böyük bir mətbəx. Bir belə masa var, üstündə belə kitablar filan. Masanın arxasında da bir dənə hündürboy, belə zəhimli bir boğu burma bir kişi oturub. Yaxınlaşdı ki, salam baba, nə istəyirsən? Mən də dedim ki, bəs öyrənmək istəyirəm. Mənə belə baxdı, dedi, get böyüyəndə gələrsən. Nəysə, mən də həmi pis oldum onda, belə doluxdum, belə gözlərim doldu, uşağım belə həqiqətən pərt oldum. Mətbəxdə də başqa uşaqlar işləyirdi arxada, indi orada işçi heyət də vardı. Pis oldum, kövrəldim, çıxdım oradan. Gəldim, məktəb tətil başladı, yay kanikulu.
Dedim gedəcəm onun təzədən yanına. Neyse yenidən getdim onun yanına. Yenə girdim içəri, xidmətçi yenə məni qarşıladı. Dedim ustanın yanına gəlmişəm. Neyse apardılar məni. Sonra girdim içəri, dedim salam əleykum, dedi əleykum salam. Dedi sən yenə gəlmisən. Belə baxdım ona, dedim ki böyüyüb gəlmişəm. O da mənə dedi ki bərəkallah, sabah saat 8:00 burada ol səhər tezdən. Gördük ki, yəni sənin prinsipiyandır, yəni. Bəli. Mən də o 8:00 elə 13 yaşından ta ki 35 yaşına kimi 22 ildir artıq mətbəxdəyəm. Belə başladım orada. Maraqlı idi, çətin idi. İlk 4-5 ay mən ancaq qab yumuşam, necə yer silmişəm, belə şeylər. İndiki gənclər düzdür, biraz aşpazlığa başlayan kimi istəyir elə tez elə məhsul götürsün əlinə, bişirsin filan, amma elə deyil. Sıfır, sıfırdan. Burada səbir, dözüm, Bəli. iradə lazımdır. Və bir il keçdikdən sonra ilk dəfə mən orada toyuqdan indiyə kimi yadımdadır, ləvəngi bişirmişdim. Hətta daha sonra şansım oldu ki, ustada sual verim ki, bəs mənə niyə ilk dəfə gələndə demişdin ki, get böyüyəndə gələrsən. O da mənə bilirsən necə cavab verdəmi? Dedi, oğlum, sənin yaşıtların o dönəm məhəllədə futbol oynayanda ya da dənizə gəlib çiməndə sən mətbəxin işçisinə dözə bilməzdin və qaçardın. Sənin fikrin qalacaqdı dostlarımın yanında. Ona görə işi də öyrənə bilməyəcəkdin. Amma sənə malades ki, sən bunun öhdəsindən gəldin. Yaş bu səninki əziyyəti belə çəkmirsən ha. Bəli. Bu mətbəxin doğrudan istisi hər şey deyərdəndir. Və bu sən bu peşman deyilsəndir. Yox, peşman deyiləm. Bu niyə peşman Doğru deyiləm? çətindir. Bu düzdür, çətindir, diqqət istəyən bir sənətdir. İnsanlar ümumiyyətlə təbiətin qanunu qidalanmaqda canlılar, bütün canlılarda var. Yəni canlı bu dünyaya gəlibsə qidalanmalıdır. Və qida insan üçün tək yox, canlılar üçün də önəmlidir. Biz isə belə baxdığımız zaman doğrudan müqəddəs işlə məşğul oluruq. Çünki insanlar bizə etibar eləyir. İnsanlar bizim restorana gələndə bizi seçirlərsə, etibar edirlər ki, bizdə qidalansınlar. Bu vacib əməldir. İnsan həyatında 3-4 dənə vacib hiss var. Biri məsəl üçün sevgi hissidir, biri əsəb hissidir, deyək ki, biri ehtiras hissidir. Amma biri də ki, qida hissidir, yəni aclıq hissi. Yəni heç bir zaman heç biri bərabər. Məsələn, siz ac olduğunuz zaman sizi sevgi hissi tox saxlaya bilməz. Məsələn, acsan da, yəni yemək yeməlisən. Yenə də deyirəm, həm incəsənət, həm bu rənglər, həm qidaların düzgün seçimi. Düzdür, hər də yemək bişirib indi insanları zəhərləmək də olmaz. Gərək bununla bərabər də gərək oxuyasan və qidaların bir-birinə olan reaksiyasıdır, texnoloji kartalardır. Bunları da yaxşı şəkildə biləsən. Hə, əmi? Hə. Sənin üçün necədir bəs? Restoran yeməyi yoxsa ev yeməyi? Ev yeməyi. Ev yeməyi. Niyə ev yeməyi? Bilirsən, ev yeməyi öz əllərinlə bişirəndə, orada necə demək, var onu mən izah elə bilmərəm, amma ev yeməyi daha dadlı. Yox, öz əllərinlə deyəndə ki, restoranda da aşpaz əllər var da. Yox, yox, fərqi var da. Bir var gözün görürdür, eləyirsən. Hə. Bir də var ki, sən demək istəyirsən ki, mətbəxdə bilmirəm bax nə var, nə var. Evdə bişdiyi zaman gözünün önündə olduğu üçündür. Əlbəttə, hə. O zaman sən restoranda yemək yemirsən. Yox, yeyirəm, əlac olmadı yeyirəm. Müəyyən bir xeyir işlərdə olur da. Məcburi. Əlac sənin restoranın var, gedib orada mən yeyirəm mən. Orada mən arxayınam mən. Çünki orada qardaş oğlu oradadır. Amma əmi, o düzgün düşüncə deyil də. Yəni sən bilirsən göz qabağında olmalıdır ya yox. Çünki Eşən, bax bir də buna baxıram. Biz bundan qabaq incəsənədə danışırdıq, rəssamlar danışdıq. Bu bilirsən daha çox zərgərli işinə oxşayır. İnansan? Burada elə incəlik var ki burada. Son toxunuşlar qalıb indi sanatda. Qarğıdalıyın aran necədir? Yaxşıdır, qarğıdalıdır. Onda biraz da qarğıdalı buraxsan üzərinə. Hələ bunun ardı var, belə çıxır. Hə, sonluq qalıb pendir, qarğıdalı və pendir, qarğıdalı sonra və sos edirik. Sən istəsən qarğıdalını vur, mən də burada sos edeyim yavaş-yavaş. Qarğıdalını belə ətrafında səpələ. Hə, biraz qaşıq verim sənə. Yox, əllə daha yaxşı. O dadlı. Yox, əllidir, elə ona görə. Dadlı çıxır. Bura restoran deyil, düzdür, özümüz razılamışıq. Eşən, bax mən az hallarda yemək bişirəm. Dəftər bir dəfə vaxtım olanda edirəm. Sən də bu gündəlik bu sənin bu sənətində. Və sən bu yeməklə aran özün nətərdir, özün yemək? Özüm yeməklə aram yaxşı. Çünki mətbəx, iyi zadı, tamı. Düzdür, mətbəxdə çox vaxt keçirdiyimiz zaman qidalanma biraz məsələsi fərqli olur, fasiləli olur.
Adətən ayaq üstü qidalanma üstünlüyü verir. Çünki həm zaman, həm də dediyim kimi yeməkdə olan qoxular filan insanı tox tutur. Bir də axşamlar bizdə ümumiyyətlə evə gələndə acırıq. Yəni biz də aşpazlar sənin kimi, yəni ev yeməklərinə daha çox üstünlük veririk. Məsələn, məndə elə bir ocaqda yemək bişirirəm, mütləq ocaqda. Yəni evə keçib mətbəxdə eləmək qeyri-mümkündür. Mütləq ocağı yandırmalıyam. Odunu yandırma, onun şırıltısı çıxıracaq, qığılcım çıxıracaq. Onun hamısı adama ləzzət edir. Deyəsən, salatımız yavaş-yavaş pik növcəsinə gəlib çıxacaq. Burada məndə nə qaldı eləmək? Pendir vuracağıq. Pendir vuracağıq. Eləyim yoxsa gözləyək o soğuz eləyək? Yox, eləyə bilərsən. Onu da 4 gün kəs. Bizim salatın adı nədir? Bu normalda bir növ gedir mövsüm salatı və ya misal üçün düzdür. Avokado məsələsini çıxsaq burada bir növ Yunan salatına bənzəyir. Həm də qarğıdalını çıxsaq. Bir növ çoban salatı da demək olar buna. Yəni ay sağ ol. Çoban salatına biz oxşuyuz. Bir növ tərəvəz salatıdır da, yəni belə xeyirli bir salat. Yeməyin yanında düşünürəm ki, bişirdiyimiz o vişnəli dolmanın, can ətli dolmanın yanında bu salat da xüsusi bir yer. Qoxsa adamı böyüş edir. Böyük edir, hə. İndi bunun əsas sirri bilsən hardadır? Aha. Bir də mənə o əlindəkiləri Kulağıma deyəsən yoxsa? Yox, göstərəcəm sənə, bax. Əsas sirri onun suyundadır. Yeməyin suyunda, bəli, bax, onda. Bax. Amma Elşən, bu əzi də dəyər, baxma. Haqqıda vaxtımız getdi. Deməli, Qacarlar dövründə belə yemək bişirilirdi. O vaxtdan qalıb.
Bəh, samavar da gəldi. Bu da samavar. Əsas o deyək. Hə, Çayımız da hazır. dəmi də gətirim. Bu da dəmimiz. Əmin, bu günlük yeməyimiz bu oldu. Deməli, qacarların can əti, vişnəli dolması və hazırladığımız mövsümə uyğun salat. Bir də ki, sənin elədiyin şirniyyat, o hardadır? Çayını çəkir onu. Çayın əti. Çayını çəkir. Çayımız Dadına da bax, var. yeməyin dadı, al. Bismillah. Bismillah. Mən bunu çəngəlsiz yeyəcəm. Ha, xeyr. Qazalar dövrü. Əmin necədir? Getdin Qacar dövrünə. Qazar dövründə getdim, Səfəvilər dövründə getdim. Şah İsmail elə bir gördüm burada mən. Maşallah. Ona görə o vaxt bizdə olub belə pateli olur. Belə yeməklər də yeyiblər, maşallah. Bilmirəm, mən parmağımı yalayım, bunu yeyim, bağır mən. Əmi, başın qarışdı dolmaya, şirniyyat anı. İmkan verir bu. Yaxşı, yeməyəcəm gətirəm. Bu, gətir. Hə, əmi, bu da deyir, sən elədiyin Qoyuram. şirniyyat. Üstündən çayını içərik bunu. Hə, samavar çayı, əla. Eşik qardaş oğlum. Deyirəm, hər bir evdə eşikdə ruzu bərəkət olsun. Bir də ki, Göz haqqınızı alaylı. bəli,